Hər birinizi salamlayıram. Bugün biz sizinlə birlikdə ingilis dilində ismin niyelik halı mövzusu haqqında danışacağıq. İngilis dilində ismin niyelik halı the possessive case of the noun və yaxud da the genitive case of the noun adlanır. Yəni testdə görsəniz, həm possessive case, həm də genitive case hər ikisi yelik hal deməkdir. Gəlin baxaq görək ingilis dilində ismin yelik halını biz necə düzəldirik. Birinci qaydamız. Canlı və təkdə olan isimlərin yelik halı apostrof S vasitəsilə düzəlir. Gəlin nümunəmizə baxaq. Bizim üçün daha aydın olsun. The boy's cat. Gördüyümüz kimi birinci tərəfdə işlənən boy sözü canlı isimdir və həmçinin o təkdə işlənib. Təkdə olduğu üçün və canlı olduğu üçün mən onun yelik halını necə düzəltmişəm? Ona apostrof S şəkilsi artırmaqla. Tərcüməsi necə olacaq? Oğlanın pişiyi. Və yaxud digər bir nümunəmizə baxaq. Girls book. Yenə isimimiz girls təkdədir, canlı isimdir. Mən onun yelik halını yenə də apostrof S vasitəsilə düzəltmişəm. Və yelik haldan sonra mütləq mənim ismim işlənməlidir. Book ismimi işlətmişəm. Qızın kitabı tamamilə doğru bir yelik haldır. Canlıdır ismimiz, təkdədir. Ona görə də mən apostrof S vasitəsilə onun yelik halını düzəltmişəm və özündən sonra da isim işlətmişəm. Artıq apostrof S-dən sonra işlənən isim canlı da ola bilər, cansız da ola bilər. Əsas odur ki, isim işlənsin. İkinci qaydamıza baxaq. Canlı və cəmdə olan isimlərin yelik halı cəm şəkilçisindən sonra sadəcə apostrof əlavə etməklə düzəlir. Bilməyənlər üçün qeyd eləyək ki, apostrof dedikdə yuxarıdan açılan həmin bu virgül nəzərdə tutulur. Nümunəmizə baxaq. The boys cats, oğlanların pişikləri. Artıq biz həmin bu boy isimimizi, canlı isimimizi gördüyünüz kimi S vasitəsilə cəmləmişik. Ona görə də biz onun yelik halında S-dən sonra sadəcə apostrof artırırıq və artıq yelik hala salmış hesab edirik. Nəyə görə? Uşaqlar, əgər bizim isimimiz S-I-S ilə cəmlənibsə, onlara əlavə olaraq bir də apostrof S artırmağımıza ehtiyac yoxdur. Sadəcə apostrof artırmağımız kifayətdir. Amma bu bütün cəmdə olan isimlərə aiddirmi? Təbii ki, xeyr. Biz keçəcəyik ki, kökündən dəyişən isimlərdə yelik hala düşmə forması tamamilə fərqlidir. Ona görə siz hələlik yadda saxlayın ki, cəmlənməsi S və ya IS ilə olan isimlərin yelik halı onların sonuna apostrof artırmaqla düzəlir. Digər nümunəmizə baxaq. The girls' computers. Qızların kompüterləri. Yenə canlı isimimi S ilə cəmləmişəm. Ona görə də mən bura sadəcə apostrof əlavə etmişəm. Yəni artıq apostrof S əlavə etməyimə ehtiyac yoxdur. Üçüncü qaydamıza baxaq. Cansız isimlərin yelik halı isə of vasitəsilə düzəlir. Burada artıq struktur bir qədər fərqlidir. Məsələn, biz Azərbaycan dilində deyirik ki, otağın qapısı. Birinci otaq sözü gəlir, sonra qapısı sözü gəlir. Amma ingilis dilində biz artıq bunun yelik halını düzəldərkən tərsinə tərcümədən istifadə edəcəyik. Yəni necə olacaq? Qapı sözü öndə gələcək, ortada of sözünü işlədəcəyik, ən sonda isə qapı hara aiddir? Otağa aiddir. Otaq sözünü isə ən sonda istifadə edəcəyik. Və yadda saxlayaq ki, oflu işlənən hər iki ismin yanında mütləq müəyyənlik artiklı, yəni the işlənməlidir. Gəlin baxaq nümunəmizə. The door of the room, yəni otağın qapısı. Deməli, birinci qapı sözünü işlətdik. Of mütləq ortada gəlməlidir. Çünki cansız isimlərin yelik halı of vasitəsilə düzəlir. Dedim ki, of olanda burada hər iki tərəfində olan ismin qarşısında biz z artiklını mütləq istifadə etməliyik. Gördüyünüz kimi hər iki tərəfində z artiklından istifadə etmişəm. Ən sonda isə qapı hara aiddir? Otağa aiddir. Otaq sözünü isə mən ən sonda işlətmişəm. Tərsinə tərcümədən istifadə etdik. İndi gəlin bir dənə nümunə yazaq. Məsələn, kitabın səhifəsi yazaq. The page of the book. Səhifə nəyə aiddir? Kitaba aiddir. Fikir verdinizsə, nəyə aiddirsə, mən onu sonda işlətdim. Sonda. Page sözü, səhifə sözünü isə of'un əvvəlində işlətdim. Bu da olacaq kitabın səhifəsi. Tərcüməsində yazaq. Kitabın səhifəsi.
Növbəti dördüncü qaydamıza baxaq. Cəmlənərkən kökdən dəyişən isimlərin yelik halı apostrof S vasitəsilə düzəlir. Biz cəmlənərkən kökündən dəyişən isimləri əvvəlki mövzularımızda keçmişdik. Hansı ki, bura aid idi. Mən, men, woman, women və yaxud tools, teas və s. Bu cür isimlərin yelik halını düzəltmək üçün isə biz onlara təkində də, cəmində də apostrof S artıracağıq. Yəni heç bir fərq yoxdur. Təkində də, cəmində də biz onların yelik halını apostrof S vasitəsilə düzəldəcəyik. Məsəl üçün, the child's bag, burada bir uşağın çantasından söhbət gedir. Apostrof S-dən istifadə etmişəm. The children's bags, artıq uşaqların çantalarından söhbət gedir. Yenə də mən yelik halında children cəmdə də olsa belə kökündən dəyişdiyi üçün mən onun yelik halını da apostrof S vasitəsilə düzəltmişəm. Və yaxud başqa nümunəyə də baxaq. Məsələn, qadının maşını və yaxud qadınların maşınları təkində də, cəmində də kökündən dəyişdiyi üçün yenə apostrof S-dən istifadə etdim. Növbəti bir qeydimizə baxaq. İsmin yeri halından sonra mütləq isim işlənməlidir. Bu nə deməkdir? Yəni apostrof S-li və yaxud apostroflu bir söz gördünüzsə, ondan sonra əgər o yeri haldırsa, mütləq biz isim işlətməliyik. Apostrof S-dən sonra sifət gələrsə, zərf, feil gələrsə, bunlar yeli hal hesab olunmur. Məsələn, testlərdə sizin qarşınıza çıxa bilər. Apostrof S-dən sonra got gəlibdir və yaxud da apostrof S-dən sonra went gəlibdir. Apostrof S-dən sonra just feilimiz deyil, went gəlibdir, gone və s. Bu kimi feillər gəlibsə, biz həmin hissəni yeli hal götürməyəcəyik. Çünki apostrof S-dən sonra dedik ki, nə gəlməlidir? İsim gəlməlidir mütləq. Və yaxud da uşaqlar, sifət plus isim də gələ bilər. Yetər ki, sifətin yanında ismi olsun. Təkcə sifət işlənə bilməz, təkcə zərf işlənə bilməz. Bir isim işlənə bilər, bir də sifət plus isim işlənə bilər. Digər hallarımız yanlışdır. Növbəti qayda apostrof S-dən sonra got gələrsə dedik, got da feildir. Ona görə də biz bunu da yeri hal hesab etmirik. Apostrof S-dən sonra söz önü gələrsə yenə yeri hal deyil. Söz önlərimiz də on ola bilər, in ola bilər, at, about və s. bu kimi söz önlər də gəlibsə, yenə də biz yeri hal hesab etməyəcəyik. Apostrof S-dən sonra so, such, very, quite, to, rather gələrsə, bunlar da yeri hal hesab olunmur. Dediyimiz kimi, yenə sadəcə xırdalamışıq bir-bir ki, nələr gələrsə yeri hal deyil. Yəni isimdən başqa hansı nitq hissəsi gəlirsə, biz onu yeri hal hesab etmirik. Və yaxud cümləmiz it's-lə, she's-lə, this is-lə, who is, what is, let's-lə başlayırsa, bu tipli cümlələr də yeri hal hesab olunmur. Sadəcə tövsiyəm ondan ibarətdir ki, cümləmiz bu sözlərlə başlayanda həmin cümləni sona qədər oxuyun. Ola bilər ki, cümləmizin əvvəlində bu hissələr olduğu üçün biz onu yeri hal hesab etmərik. Çünki bunlar düzgün istifadə olunmayıblar. Məsələn, buradakı it is, bu bilirsiniz nədir? Bu it is-in qısa formasıdır. Bunun qısaldılmış formasıdır. Amma cümləni sona qədər oxuyanda görə bilərsiniz ki, orada başqa bir söz var ki, o yeri halda düzgün şəkildə istifadə olunubdur. Ona görə cümləni sonuna qədər oxuyun. Başqa bir yeri hallı söz varsa, yəni bunlardan əlavə, bunlar dedik ki, yeri hal deyillər. Başqa bir yeri hallı söz varsa, siz həmin cümləni yeri hal olaraq düzgün götürə bilərsiniz. Yox, sadəcə bunlardan ibarətsə, bunlarla başlayıb və başqa bir yeri hallı söz yoxdursa, siz həmin cümləni düzgün yeri hal forması götürməyəcəksiniz təbii ki. Növbəti sonuncu qeydimiz apostrof S-dən sonra been, just, already sözləri işlənərsə, bunlar da yenə yeri hal hesab olunmur. Just zaman zərfidir, already zaman zərfidir, been yenə feildir. Bunlar da istifadə olunduğu üçün, yəni biz yenə də demişik ki, apostrof S-dən sonra isim işlənməlidir. Bunlar da isim deyil deyə həmin sözlərimizi yenə yeri hal götürməyəcəyik, yeri hal hesab etməyəcəyik. Növbəti qeydimiz sonu S ilə bitən tək isimlərin yeri halı apostrof S vasitəsilə düzəlir. Yəni, artıq buradakı S-lər söz kökünün özünün S-idir. Özünün S olduğu üçün, yəni cəm şəkilçisi S deyil. Yəni bura diqqət edin. Cəm şəkilçisi S olsaydı, bəli, sadəcə apostrof artıracaqdıq. Amma burada məsələn actress sözündəki S-lərin hər ikisi, yəni apostrof S-dən əvvəlki S-lərin hər ikisi söz kökünün özünün S-ləridir. Cəm şəkilçisi falan deyil. Ona görə də mən ona
Apostrof S artırmışam. Söz kökünün özünün S'i olduğu üçün. Yox, əgər cəmlənmə S olsaydı, məsələn, bayaq nümunələr gətirmişdik biz. Məsələn, girls nümunəsi gətirmişdik. Burada artıq bu cəmlənmə S idi deyə mən ona sadəcə apostrof artırmışdım. Amma bu tipli sözlərdə təbii ki, söz kökünün özünün esidir. Hər iki s söz kökünün özünün esi olduğu üçün mən ona əlavə olaraq da yeli halda bir dənə də apostrof s artırıram. Yəni bu tipli görsəniz bu yanlış deyil. Məsəl üçün Dickens vocabulary var. Dickens'in lüğəti. Dickens sözünün də sonu s ilə bitir, s hərfi ilə bitir. Ona da biz sadəcə apostrof s artıraraq yeli halını düzəldə bilərik. Çünki Dickens sözünün özünün esidir sondakı s. Yəni sözün özünə aid olduğu üçün yeri halda apostrof s ilə düzələcək. İndi gəlin baxaq görək, təkdə olan şəxslərimizin yeli halı necə düzəlir və soyadlarımızın yeli halı necə düzəldirik. Uşaqlar, baxaq ki, Mr., Mrs. sözləri ilə əgər işlənibsə bizim şəxsimiz, bu o deməkdir ki, orada bir nəfərdən söhbət gedir. Məsələn, Mrs. Julia's car, yəni xanım Julia'nın maşını. Burada Mr. sözü də ola bilər. Yəni kişi cinsini bildirmək üçün Mr. istifadə edirik, qadın cinsində Mrs. istifadə edirik. Mr. Mrs. sözlərini görəndə bilin ki, bir nəfərdən söhbət gedir. Onun yelik halını biz apostrof S vasitəsilə düzəldirik. Necə ki, burada düzəltmişik apostrof S vasitəsilə. Yox, əgər soyaddır və onun qarşısına Z artiklı işlənibsə, bilirik də soyadların qarşısına Z artiklı işlənməlidir. Əgər Z artiklı varsa, deməli bütöv bir ailədən, nəsildən söhbət gedir. Ona görə də biz Z artiklı gördükdə həmin soyadı cəmləyəcəyik, yəni sonuna S artıracağıq. Ondan sonra sadəcə apostrof qoyacağıq. Məsələn, The Mamadov's cars. Məmmədovların maşını. Gördüyümüz kimi bütöv Məmmədovlar soyadından, yəni nəsildən söhbət getdi. Bütöv ailəni təmsil edir həmin soyad. Ona görə də mən onu S ilə cəmlədim. Sonra isə sadəcə apostrof artırdım. Digər bir qeydimizə baxaq. Əşyalar və ya şəxslər ortaqlı olarsa yiyəlik halımız görək necə düzəlir. Bu tipli suallarımız testlərə çox düşür. Məsəl üçün, tutaq ki, bacınızla sizin ortaqlı bir kitabınız var. O zaman siz apostrof S-i hara artırmalısınız, isminizi necə işlətməlisiniz, məsəl üçün kitab sözünü necə işlətməlisiniz, gəlin ora diqqət edək. Burada iki nəfəri nümunə olaraq götürmüşəm. Lalə və Məryəm adlarını götürmüşəm nümunə olaraq. Deməli, onların ortaqlı bir maşını var. Ona görə də mən yelik halı hansına artırmalıyam? Buna baxaq. Yelik halı mən artırıram. Bax, bu car, yəni maşın, aid olan əşyaya yaxın olan ismə, canlı ismə artırıram yelik halı. Yəni isimimizin yanındakı hissəyə. Məryəmə artırıram. Laləyə artıra bilmərəm. Çünki maşın bir dənədir. Hər ikisinə ortaqlı aiddir. Ona görə də mən maşın sözünün yanında olan ismimə yeli hal şəkilçisi artırmışam. Bura diqqət edin. Əgər bir əşya və ya bir şəxs iki insana, üç insana eyni anda aiddirsə, siz ən sonuncuya, yəni ismə, bax bu car sözünə, və yaxud burada book ola bilər. İsmə yaxın olan, yəni ismin yanındakı şəxsə apostrof S artırıb onun yelik halını düzəldəcəksiniz. Ortaqlı əgər bir dənə olarsa. İndi baxaq görək. Bəs hər iki şəxsə ayrı-ayrı aid olarsa, məsələn, Lalənin də öz maşını olarsa, Məryəmin də öz maşını olarsa, biz bunun yeri halını necə düzəldəcəyik? Əgər hər iki şəxsə ayrı-ayrı əşya və yaxud digər bir şəxs aiddirsə, biz onda məcburuq ki, hər iki şəxsə apostrof S artıraq və ismimizi də cəmləyək. Çünki hər iki şəxsin özünə məxsus maşını varsa, özünə məxsus kitabı varsa, bu artıq ikidən artıq əşya etmiş olur. Mən məcburam ki, onu cəmləyim. Lalənin və Məryəmin maşınları, ikisinin ayrı-ayrılıqda maşınları var. Ona görə də mən hər ikisinə apostrof S artırdım və ismimi cəmlədim. Fikir verək ki, burada xəbərimiz də bizim mütləq cəmdə olacaq. Buradakı ar bizim xəbərimizdir. Gördüyünüz kimi burada mən iz işlədə bilmərəm. Çünki hər iki şəxsin ayrı-ayrı maşını var. Maşın sözünü də cəmləmişəm. Xəbərimi də ona görə cəmdə işlətməliyəm. Amma yuxarıdakında biz iz işlədə bilərik. Çünki ortaqlı bir dənə maşınları var. Deyərəm ki, Lalənin və Məryəmin maşını bahalıdır. Bir dənə maşın olduğu üçün mən xəbərimi iz olaraq götürdüm. İkinci nümunəmdə isə hər ikisinin özünə məxsus maşını var. 2 dənə maşın oldu və ona görə də mən ardan cəm xəbərdən istifadə etdim. Düşünürəm ki, bura qədər aydındır. Sonuncu qaydamız
Bədən üzvləri ortaqlı ola bilməz. Bədən üzvləri dedikdə əllərimizi nəzərdə tuta bilərik, ayaqlarımızı, gözümüzü, qollarımızı və sair, saçımızı, bax bunları biz bədən üzvü olaraq götürəcəyik. Onlar ortaqlı ola bilməz. Nəyə görə? Çünki bilirik ki, hər kəsin özünə məxsus əlləri var, özünə məxsus gözləri var, özünə məxsus ayaqları var. Biz onları ortaq götürə bilmərik. Lalə and Məryəm's eyes. Bu tipli cümlə ola bilməz. Çünki Lalənin və Məryəmin ortaq gözləri ola bilməz. Hər ikisinin ayrı-ayrılıqda təbii ki, gözləri var. Ona görə də bu cümlə strukturu tamamilə yanlışdır. Mən burada da məcbur idim ki, hər iki şəxsimə apostrof S artırım. Çünki özünə məxsus gözləri var onların. Ona görə də ikinci nümunəmiz doğrudur. Lale's and Maryam's eyes. Lalənin və Məryəmin gözləri. Gəlin başqa bir nümunədə yazaq. Tom'un və Kevin'in əlləri. Tom və Kevin'in hər ikisinin ayrı-ayrılıqda əlləri olduğu üçün Tom'a da apostrof S artırdım. Kevin sözünə də apostrof S artırdım və ismimi də burada mütləq cəmləməliyəm. Yeli hal iki isim arasında olur. Amma bəzən ikinci isim ixtisara düşə bilir. Bu nə deməkdir? Biz demişik ki, yeli haldan sonra mütləq isim işlənməlidir. Amma bəzi ifadələrimiz var ki, onlardan sonra işlənəcək olan isim ixtisara düşübdür. Burada isim olmasa da belə biz bu tipli birləşmələri yeni hal hesab edəcəyik. Onlar hansı birləşmələrdir? Məsələn, the bakers, çörək mağazası. Biz bu tipli söz görsək, bu ifadəni görsək, bunu yeni hal hesab edəcəyik. Baxmayaraq ki, ondan sonra isim işlənməyib. Yenə də bu yeni hal hesab olunacaq. Çünki ondan sonraki isim ixtisara düşübdür. The dentist, diş həkimi. Eyni ilə bu ifadəni də həmçinin biz yeni hal hesab edəcəyik. At my uncle's, dayımgildə, at my grandparents, nənə babamgildə. Bu şəkildə bu tipli ifadələri biz baxmayaraq ki, özündən sonra isim ixtisara düşübdür, yenə də yeri hal hesab edəcəyik. Yəni testdə görsəniz, sizdən yeri halı cümləni seçin desələr, əgər bu tipli ifadələr görərsinizsə, onları yeri hal hesab etmək doğrudur. 6-cı qaydamıza baxaq. Vaxt zaman bildirən isimlər. Bəzi vaxt bildirən isimlərimiz var ki, biz onlara apostrof S artırı bilirik. Burada əsasən lık şəkilsinin, yəni lık mənası verəcək apostrof S bizim üçün. Məsələn, a minute silence, bir dəqiqəlik sükut. 2 hours meeting, 2 saatlıq iclas. Yesterday's rain, dünənki yağış. A week's rest, bir həftəlik istirahət. 3 weeks holiday, 3 həftəlik tətil. Gəlin bir nüansımıza da diqqət edək. Burada miqdar sayı işlənib 2, yəni birdən çox miqdar sayı işlənibsə, artıq biz onun yanındakı ismi mütləq cəmləməliyik. Ona görə buradakı hours sözü artıq cəmlənibdir. Baxın, to-dan sonra hours, ona görə biz isimimizi cəmləmişik. Çünki miqdar sayından sonra istifadə olunub. Və yaxud bura baxaq, burada e artiklından sonra işlənib, təbii ki, təkdə olmalıydı, ona görə təkdə işlətmişəm. Amma burada 3 sayıdır. Birdən çox sayıdan istifadə olunubsa, yəni bir rəqəmindən çox, yəni 2 ola bilər, 3 ola bilər. Əgər bu tipli saylardan istifadə etmişiksə biz isimimizi cəmləməliyik. Ona görə də cəmləyib sonra apostrofdan istifadə etmişik. Yəni bu tipli olacaq. Burada 4 olsaydı yenə 4 weeks holiday. Sadəcə e olsa, bu təbii ki, bizə bir mənasını verir. Ona görə buradakı isimimizi cəmləməmişik. Amma digər miqdar saylarında 2, 3, 4, 5 və s. bu tipli miqdar saylarında onlardan sonra gələn ismi mütləq cəmləməliyik. Bu nüansımıza da diqqət edək. Mürəkkəb isimlərin hər birinin yeri halı apostrof S vasitəsilə düzəlir və həmçinin biz həmin bu yeri hal şəkilsini sözün sonuna artırırıq. Yəni bunların cəmlənməsində bəzi fərqlərimiz mövcud idi. Cəmlənmədə 3 cür cəmlənmə mövcud idi. Amma apostrof S şəkilsi, yeri hal şəkilsi bütün mürəkkəb isimlərdə sadəcə sona artırılacaq. Yəni ismimiz S, ES ilə cəmlənibsə sadəcə apostrof artıracağıq. Əgər təkdədirsə, ora apostrof S artırmaqla biz yeri halını düzəldəcəyik. Düşünürəm ki, videomuz sizin üçün faydalı oldu. Növbəti izahlarımızda hansı mövzunun izahını istəyirsinizsə, onu da yorumlarda yazmağı unutmayın. İzlədiyiniz üçün təşəkkürlər.